Devam edək. Ə, Bunları təyin elədik. Bu bizim yaratdığımız funksiyadır. Buna kim nə istəyir ad verə bilər. Sütunlar olsun, nə bilim axı, oturacaqlar olsun, nəsə olsun da fərqi yoxdur. O elə bir önəm daşımır. Ondan sonra e, formal parametrini daxil edirik. Bax burada gördüyünüz x formal parametridir. Bu da istənilən dəyişən əlavə edə bilərsiniz. E, Həmin o x-in uzunluğunu tapırıq. Bu x də dediyimiz bu sütunlar, nümunə verib sütunlar. Həmin siyahıda olan elementlərin sayıdır. Ondan sonra artıq print A deyib onları ekrana çıxarmaq olar. Amma burada bir dənə məsələ var ki, biz mütləq bu sütunlar adlı siyahını proqrama yazaq. Yəni sütunlar adlı siyahını proqrama yazmasaq düzəlməyəcək. Niyə? Çünki bu nəyi hesablamalıdır? Nəyin sayını tapmalıdır? Mütləq biz burada siyahımızı proqrama tanıtmalıyıq ki, onun uzunluğunu tapa bilsin. Bu belə, bu təbii ki, qısaltmaq da olar biraz. Birbaşa elə printin içərisində də verə bilərik. Print len x-də birbaşa demək olar. Bu belə yazdım ki, sizin üçün daha anlaşıqlı olsun. Bu belə. Növbəti ilə davam eləyək. Yeməklərin bir-birindən fərqli qiymətlərinə görə ən baha yeməyin hansı yemək olduğunu müəyyən edin. 3 cür yemək var. Bunların hansı baha olduğunu müəyyən eləməyimiz üçün biz nə etməliyik? Bunları ikisini bir-biri ilə müqayisə eləyəcəyik. Məsələn, deyəcək ki, x y-dən və z-dən böyükdürsə, və ilə quracağıq da. Onun ən baha yemək x-dir. If-ilə qurduq, ondan sonra bir dənə elif deyərik, ondan sonra da bir dənə else deyərik, proqramı bu şəkildə tamamlayarıq. Onu mən bir dənə şərt verim. Bu burada qalsın. Silməyim. Bu belə. Keçək ikincinə. Bu belə. Demək, bunu da bizə nə deyir? Deyir ki, müəyyən funksiya yazın. Aha, bunu da funksiya şəklində göstərməliyik. Yenə nə deyirik? Deyirik ki, def hər hansı bir funksiya deyək. Nə deyək buna da? Buna da deyək ki, baha. Ən baha hansıdır onu deyək də. Belə bir funksiya mən yaratmaq istədim. Formal parametrimiz də yenə x olsun. Yox, x olsun, tamam, x olsun. 2 nöqtəsini qoyduq, düşdük aşağı. Ondan sonra yox, bizim burada 3 dənə dəyişənimiz var axı. Bizim burada 3 cür yeməyimiz var da, x, y, z-dir. Tamam, x, y, z dediyinə görə elə x vergül y vergül z deyim. Düşdük aşağı, başladıq müqayisə eləməyə. Nə deyərik? Deyərik ki, əgər x böyüksə y-dən, and x böyüksə z-dən 2 nöqtə ən baha və yaxud da maksimumda deyə bilərdik. Ən baha olsun yenə. Ən baha bərabərdir x-ə. Çünki x həm y-dən, həm də z-dən böyükdür da, yəni bahadır da. Düşərik aşağı, bir dənə elif ataq ortaya. Elif. Niyə? Çünki demişik ki, şərt ödənmirsə, ödənməyən şərtdən birbaşa else düşməyin istəmiriksə, araya bir dənə də şərt qoymaq istəyiriksə,
elifdən istifadə edirik. Elif deyək. Elif deyəndən sonra nə deyərik? Deyərik ki, Y böyükdür demək X-dən and Y böyükdür Z-dən. Əgər belədirsə, yəni X Y-dən böyük deyilsə, X Z-dən böyük deyilsə, X Y-dən böyük deyilsə, bunlar bərabər olmadıqlarına görə də demək Y onda X-dən böyükdür. Yox, belə olsun, tamam. Elə bir Y-i yoxladıq. Əgər Y böyüksə, onda deyirik and baha hansıdır? Y-dir. Düşürük aşağı else deyirik. Uşaqlar, böyük X deyilsə, Y deyilsə, böyük onda hansıdır? Z-dir da. Ona görə də nə deyirik? Deyirik and baha bərabərdir nəyə? Z-ə. Bu şəkildə deyirik. Bu şəkildə deyirik. Ondan sonra nə deyirik? Artıq X, Y, Z X, Y, Z-in bunlar formal parametrlərdir. Faktiki parametrlərində artıq nə deyək? Hətta deyək return baha hətta belə deyək A bərabərdir n baha bunu hər hansı başqa bir dəyişənlə mənimsədək return A deyək. Bax, bu da bu şəkildə. Ondan sonra aşağıda düşüb print A deyə bilərik. Print A deyə bilərik. Təbii ki, X, Y, Z-in faktiki parametrlərini daxil etmək şərti ilə. Onu başqa cürdə qurmaq olar. Uşaqlar, if deyəndən sonra birbaşa else deyərik. Elsin ifindən və elsin ifin elsindən istifadə edə bilərik. Səhv eləmirəmsə kitabda o şəkildə veririk. O da olar, bu da olar. Mən kitabdan fərqli biraz verməyə çalışıram ki, ən azından yəni kitabı da bilsəz yaxşıdır. Mən dediyimi də bilsəz yaxşıdır. Heç olmasa hərəsindən mənim dediyimi və yaxud da kitab dediyimi bilsəz və yenə sizin üçün qazancdır. Hansı sizin üçün rahatdırsa. Bu şəkildə ən azından bir formada izahını verirəm. Bu belə. Yeməklərdən balıq, şorba, plov uyğun olaraq qiymətləri olarsa yeməklərdən gerçəkən bir nəfərin ortalama nə qədər pul xərclədiyini müəyyən funksiya yazın. Yenə funksiya deyir bizə, yenə define dedik. Buna da ortalama qoyaq funksiyanın da adını. Ortalama. Bunlar olsun, formal parametri, bir növbəti sətrə. Demək, burada bir nəfərin ortalama nə qədər pul xərclədiyini müəyyən eləməyimiz üçün biz nə etməliyik? Yəni, ortalamanı tapmaq üçün nələrin isə cəmini tapıb onun sayına bölürük də.
Nələrisə cəmini tapmağımız üçün də biz burada hər hansısa bir dəyişənə 0 mənimsətməliyik ki, cəmi 10-a yığaq. Ona görə də burada mən bir dənə s bərabərdir 0 deyim. Düşüm aşağı. Bura mən sütunlar formal parametri yazmışam uşaqlar. Bax burada nümunəmizdə olan sütunlardan söhbət gedir də. Elə bir ki, biz müraciət eləyəcəyik bu siyahının içərisinə. Bax, oğlan şagirdi ayrı hesablayacağıq. Müəllimi ayrı, qız şagirdi ayrı və onların ortalamasını tapacağıq. İndi bunun üçün də nədən istifadə edirik? Bunun üçün də istifadə eləyərik biz dövrdən. Hansı dövrdən? Sayğaclı dövrdən. Niyə? Çünki elə bir ki, sayğaclı dövrdən istifadə eləyərək siyahı elementlərinə bir müraciət eləyəcəyik. Baxın, deyirik ki, for in sütunlar siyahısında. Bu nə deməkdir? Yəni, i bir dəfə o olacaq, bir dəfə m olacaq, bir dəfə o olacaq, bir dəfə k olacaq. Yəni, bu elementlərin hər birini bir dəfə yoxlayacaq. Hər birini bir dəfə yoxlayacaq. Əgər i bərabərdirsə, əgər i bərabərdirsə, o-ya, birinci element odur da. Əgər i o-ya bərabərdirsə, iki nöqtəsini qoyduq, düşdüyü növbəti sətrə, neynəsin? S bərabərdir, S üstə gəl. Oğlanın yediyi yemək nədir? Demək, oğlanların tutulsa o müəllimdən. Burada yazmalıdır, oğlanlar nə yemək yeyib, müəllim nə yemək yeyib, qızlar nə yemək yeyib. Burada deyir, bax, oğlan şagirdlərin hər biri balıq. Balığın qiyməti nədir burada ardıcıl olaraq? 5,4. Demək, əgər i oğlandırsa, odursa, biz s-dən 5,4-ü toplamalıyıq. Deməliyik ki, s bərabərdir, s üstə gələk 5,4. Bu belə, düşdük aşağı. Yenə elif deyək və yaxud da ifindən də bu dəfə ifindən istifadə eləyək. İfin bu şərt deyək ki, ödənmədi. Deyək ki, i o deyil. M-dir, k-dır. Bu zaman nə olsun? Else deyək. Bu zaman da else deyək. İki nöqtəsini qoyduq. İki nöqtəsini qoyduq. Düşdük aşağı. Else'in, indi biz else'in içərisində də if deyə bilərik uşaqlar. If dedim. If dedim. Əgər i bərabərdirsə, tutaq ki, qız şagirdə ifadə edən nə idi? K idi. K-ya iki nöqtəsini qoyduq dərhal, düşdük aşağı. S bərabər olsun, S üstə gəl. Qız şagirdlər nə yeməyi yeyirdi? Qız şagirdlər çorba. Çorbanın qiyməti ardıcılığa baxsaq 7 manatdır. S bərabərdir. S üstə gələk 7 dedik. Düşdük aşağı. If'in else'indən istifadə edirik. Else. 2 nöqtə dedik. Düşdük aşağı. Artıq i o deyilsə, i k deyilsə, i demək nədir? M-dir. Yəni müəllimi ifadə edəndir. Bu zamanda deyirik ki, S bərabərdir. S üstə gələk. Müəllimin də yediyi artıq nə qalır? 6 manat qalır. Da müəllimin yediyi yeməkdə 6 manatlıqdır. S bərabər. S üstə gələk 6 dedik və kodumuzu demək olar ki, yekunlaşdırdıq. Artıq sütunlara müraciət eləyəcək. Təbii ki, sütunların siyahısını burada da, yuxarıda dediyim kimi, burada da sütunların siyahısını veririk. Sütunların siyahısını verdikdən sonra sütunlara müraciət eləyir. Onları hesablayandan sonra ortalama tapması üçün buna da deyək orta qiymət bərabərdir S cəmimiz
e, bölünsün len stullar. Niyə? Çünki e, nəticə etibarilə nə edəcək? Stullar siyahısının bütün elementlərini yoxlayacaq. O olsa da, M olsa da, K olsa da nə edəcək? Hamısını S-də toplayacaq. Hamısını S-də toplayıb hamısının cəmini tapandan sonra stullar adlı siyahının bütün elementlərini sayacaq. Tutaq ki, bizim cəmimiz oldu, tutaq ki, deyirəm 120 120. Cəmimiz oldu 120. Deyək ki, 120 manat pul xərclənib. Stullar adlı siyahımızın da elementlərin sayı tutaq ki, 20-yə bərabərdir. Bunların ortalama nə qədər pul xərcləyiblər? 120 bölünsün nə? 20. Bu şəkildə. Bu da oldu bizim 10-cu sualımızın funksiyasının qurulması. Ben burada axırıncı S-dən sonra yaza bilməzdik. I bərabərdir M. Yəni onu yazsaydı səhv olurdu. Hansı S-dən sonra? Axırıncıdır. Burada buna deyirsən. Ben Burada nə edərdik? indi hamısında I bərabərdir yazdıq. Orada da I bərabərdir M yazsaydı olardı. I bərabərdirsə, şərt qoymaq baxımından deyirsən. Biz else-də şərt qoymuruq axı. Ben Else şərt qoymur ki, else əks halda deməkdir. Yəni şərt ödənmirsə əks halda falan nəsə hesablansın. Sən emailini şərt qoymaq istəyirsənsə, burada bir dənə elif qoyarıq. İkinci koda bax. İkinci kodda mən şərtdən istifadə eləmişəm. Bunu da o şəkildə yazmaq olar. Sadəcə bunu dedim ki, bu biraz fərqli olsun da, ondan ikisi də eyni şey olmasın, eyni gedişdə olmasın. Yəni bax 9-cu sualı 10-cu sual kimi, 10-cu sualda 9-cu sual kimi yaza bilərsiniz. Problem yox. Yaxşı, Sübhan Musayevin demək, Sübhan Musayevlə davam eləyək. Buyurun, suallarınızı verin uşaqlar. Mənim üçüncüyə baxaq da. Hı -hı. Type K. Yəni deyək ki, K-nın tipi nədir? Hansı sinifə aiddir? Sətirdir, ədəddir, ədəddirsə tamdır, həqiqidir, nədir? Dırnaq içərisində verilibsə demək nədir? Sevinç, dırnaq içərisində verilibsə nədir demək? Dırnaq içində veribsə rəqəm deməli. Dırnaq içərisində Tamam. verilibsə sətirdir. Demişik ki, biz Sətir, hə. sətirlər dırnaq içərisində, Pythonda dırnaq içərisində və yaxud apostrofla yazılır. Yəni print type K o deməkdir ki, bunun sətir sinifinə aiddir. Class str. Sətir də Python dilində str vasitəsilə verilir. Sətir. Sonra Altı. kodun icrası nəticəsində aşağıdakılardan hansı çap edilər? A dəyişəninə informatika mənimsətmişik, B dəyişəninə dərsi mənimsətmişik. A üstəgələk B bizə nə verəcək? İnformatika dərsi.
İnformatika dərsi. Biz dedik ki, Python dilində sətirləri də toplaya bilirik. Birinci A dediyi üçün informatika, ondan sonra da B dediyi üçün dərsi. İndi bəs bu boşluğu hardan alırıq biz? Boşluğu hardan alırıq? Bu normalda içki çap eləməlidir axı. Kim deyər? Ben yazanda boşluk koydum. Dersi karşısında boşluk var. Bəli, bəli. Ha, burada bir dənə boşluq var. Bu boşluq bizə şərait yaradır ki, informatikanın dərsin arasına nə qoysun? Boşluq qoysun. Çünki onun özü də bir boşluq simvoludur da, yəni burada dərs D-in qabağında. Bu bizə bu şərait yaradır. Bəli, Filiz, düzdür. Başqa? Neçə? Bir də de. 20. 20-yə qədər var uşaqlar sual. Yok. Hı -hı. Hansı qiymət çap edilər? Çap deyirsə, printə baxırıq. Printin də içərisində nə varsa ona baxırıq. Yəni biz A-nı tapmalıyıq ki, biz bilək görək ki, çapa nə gedəcək. K1, K2, K3. Baxsaq buna, uşaqlar, ardıcıllıqla K1-ə 15 mənimsədib, sətir tipli 15. K2-yə 4 mənimsədib, K3-ə isə 7 mənimsədib. Bu bizə məlumdur. Ondan sonra deyir ki, A bərabərdir. A bərabərdir. K1. K1-imiz nədir? Sətir tipli 15-dir. Sətir tipli 15. Üstə gəl. STR K2. STR K2. K2-miz nədir? 4-dür. Bunu sətir tipinə çevirir. Artıq bu da dırnaq içərisində olur. Əvvəl belə idisə, 4 idisə, artıq STR K2 dediyinə görə, bax bu şəkildə oldu. Biz 15 ilə, bax bu şəkildə sətir tipli 15 ilə sətir tipli 4-ü toplayanda nə edirik? Dedik ki, elə yan-yana qoyuruq. Mən götürdüm 4-ü qoydum 15-in yanına və üstəcə K3, üstəcə sətir tipli 7. Götürürəm 7-ni də qoyuram bura. Bu belə. Bu uşaqlar mənim A sətrimdir. Bax, mənim A sətrim bu şəkildədir. Print A dedikdə isə artıq ekrana nə çıxacaq? 1, 5, 4, 7 dırnaqsız. Bu şəkildə. Amma bax, burada STR K2 deməsəydi əgər, birbaşa K2 desəydi, bu bizə xəta verəcəkdi. Çünki biz ədəd tipli verilərlə sətir tipli veriləni toplaya bilmirik. Bu da belə. Yaxşı, davam eləyək. Bu 1-dən 20-yə qədər testlərdir. Mən təbii ki, bunlara qayıdacam. Mən qayıdıb sizə sual verəcəm. İndi amma davam eləyək. Pythonda riyazi əməliyyatlar, indekslər, sətirlərlə iş və çap. Bax, o keçdiyimiz metodların hamısını burada verib, bax, izahı ilə bir yerdə. Görürsünüz. Bu
Buyurun suallarınızı verin, buna da baxaq. 8-ə baxa bilərik. Əlbəttə. İki dənə test düşür belə. Nəysə. Səhifə 108 müəllim. Aha. Deməli, kod icra edilərsə, C dəyişəninin hansı qiyməti çap edilər? A 3-dür, B 8-dir. Bax, 2 dənə dəyişən verib bizə. Bu arada başlayırsınız. Mən, məsələn, A bərabərdir 3, növbəti sətirdə B bərabərdir 8. Bu şəkildə, adətən bu şəkildə yazılır. Amma Python'ın sintaks qaydalarına görə belə də yaza bilərik. Amma aralarında nöqtəli vergül və yaxud da vergül qoymaq şərti ilə. Burada nöqtəli vergül də qoya bilərik. Yalnız vergül də qoya bilib, qoyub mənimsədə bilərik. Bu şəkildən də istifadə edə bilirik. Bəli. A ilə B-yə qiymət mənimsətmişik. C bərabərdir power. Aha. İndi Sevinç, power, bax bu power funksiyası nəyi yerinə yetirir? Onu bilmədim deyə yaza bilmədim müəllim. Qüvvətə yüksəldir. Birinci ifadənin üstü, Qüvvəti ikinci yüksəltmə ifadə. 2 dənə ulduz deyildi. O da var, digəri də var. Bəli, düzdür. Qüvvəti yüksəltmədə 2 ulduzdan adətən istifadə olunur. Bu funksiyadan da istifadə oluna bilər. Bu da var. Birinci ifadənin üstü, ikinci ifadə. Yəni A üstü 3 çıxılsın, B vurulsun 2. Artıq məncə yəni bilə bilərsən burada nə alınacaq. Sonra 10. aha. A dəyişəninə 254 mənimsədib. X1 bərabərdir. A-nın ona bölünməsindən alınan qalıq. Yəni nə? 4. 254-ü ona böləndə qalıqda 4 düşür. X2 bərabərdir. Ümumiyyətlə bu proqram, uşaqlar, bu proqram ədədi tərs ardıcıllıqla düzür. Ədədin rəqəmlərin. Gördüyüm qədəri ilə. Qoy yenə də baxaq. X2 bərabərdir. A-nı böl 10-a tam böl. 25. 25-i qalıqlı böl ona. 5. 5. X3 də bərabərdir. A-nı 100-ə tam böl. Yəni 2. 154-ü 100-ə böldün. 2. B bərabərdir. X1-i vur 100-ə. 4-ü vur 100-ə. Neçə eləsin? 400. Hə, tərs ardıcıllıqla düzür. 400 üstünə gəl nə? X2-ni vur nəyə? 10-a. 50. Və gəl 2 süt. Neçə? 2. Hə. Bu şəkildə. 452. Sonra 28. aha. Bizə bir dənə sətir verib, kitab qurdu və bizə deyir ki, print A5 2.2.2. Nə deməkdir bu? Beşdən başla, 2 addım, 2 addım, 2 addım sağa get. 5-ci elementimiz nədir burada? 0, 1, 2, 3, 4, 5. Q
Q'dan sonra ikinci element. R. R'dan sonra ikinci element U. Eğer bu şəkildə veribsə, burada demək addımdan söhbət gedir. Bu kəsiyi taparkən başlanğıcdan başlayaraq sonuncu addımı bildirir. Sağa doğru hərəkət edirik. Sağa doğru niyə deyirəm? Çünki burada mənfi yoxdur da. Mənfi olsaydı artıq olduğu yerdən sola doğru hərəkət edəcəkdi. Yirmi dokuzda da 2 addım. 29. İki addım. Ama hara doğru iki addım? Sola doğru. Bəli. Altıncı elementi tapırsan 2. 0, 1, 2, 3, 4, 5, 6 U. U'dan başlayırsan sola doğru 2 addım. G 1'dir. Burada uşaqlar bir dənə diqqət eləyəcəyimiz bir şey var. Məsələn, mən burada dedim 6-cı element nədir? U'dur da. U'dan sola 2 addım deyiriksə, sıfırdan başlayaraq saymırıq da, bunu nəzərə alın. Yəni demirik 0, 1, 2. Biz gündəlik həyatımızda nə isə sayarkən, addım sayarkən sıfırı nəzərə almırıq ki. Yəni deyirik 1, 2, 3 bu şəkildə deyirik. Bunu bu şəkildə yadınızda saxlayın. İndeksləmə aparılarkən sıfırdan başlayır. Biz burada indeksləmə aparmırıq. Biz sadəcə olaraq addım sayırıq. Addım sayanda, yəni gündəlik həyatımızda da biz addım sayanda da elə 1, 2 bu şəkildə. Ona görə də burada 6-cı elementi götürdük, U'dur. 2 addım sola deyiriksə G, B. G, B'dır da bu, hə. Artıq G'nı saymırıq, çünki ikinci addımımız bizim B'dir. Ondan sonra ikinci addımımız nədir? T'dir. Ondan sonra nədir? K'dır. U, B, T, K. U, B, T, K. Bax, bu şəkildə. Sonra 40 var. 40. Aha. Aha. Demək, bizə bir dənə sətir verib. Bu sətir Python dərsləri adında sətirdir. Deyir ki, A.find r 10. 10-cu indeksdən sonra ilk qarşısına çıxan r-i tap. Bax, A.find o deməkdir. Tap və print ilə nə ilə ekrana çıxar. Birbaşa yəni verib də burada tab ondan sonra print elə birbaşa deyib print a.find r10. Bu əsas məsələ burada r,10-dur. Yəqin ki bilmədiyin o olub. Bu da nə deməkdir? 10-cu indeksdən sonra ilk qarşısına çıxan r. Bax 0, 1, 2, 3, 4, 5, 6 boşluğu da sayırıq da 7, 8, 9, 10. 10-cu elementimiz bizim s-dir. 11, 12, 13. R hara düşür? 13'ə. Ona görə də 10-cu elementdən sonra ilk qarşısına çıxan R 13'dür. Bu şəkildə.